Kolorektal xərçəng, yəni yoğun bağırsak xərçəngi, qarşısı tamamilə alına bilən nadir xərçəng növlərindən biridir. Bu xəstəlikdən qorunmağın və sağlam bağırsaqlara sahib olmağın bir neçə yolları vardır. Birinci, yeni tibbi protokol. Yəni, Amerika Gastroenterologiya Dərnəyinin son qərarı ilə profilaktik yoxlanış yaşı 50-dən 45 yaşa endirildi. 45 yaşına çatmış hər bir şəxs şikayəti olmasa belə mütləq kolonoskopiya müayinəsindən keçməlidir. Əgər ilk müayinədə hər şey normal çıxarsa, proseduru hər 5 ildən bir təkrarlamaq tam qoruma təmin edir. İkinci, xəstəliyin gizli mexanizmi nədir? Xərçəng birdən-birə yaranmır. Hər şey bağırsaq divarında formalaşan polip adlı kiçik törəmələrdən başlayır. Bu poliplərin böyüyüb xərçəngə çevrilməsi illər çəkir. Kolonoskopiya zamanı həmin poliplər vaxtında aşkarlanır, xüsusi alətlərlə ağrısız kəsilib götürülür və xərçəng təhlükəsi inkişaf etmədən bünövrəsindən yox edilir. Kimlər risk qruplarına daxildir, yəni kimlər diqqətli olmalıdır? Genetika, yəni ailəsində birinci dərəcəli yaxın qohumlarında bağırsaq xərçəngi və ya polip hekayəsi olanlar, yəni bu şəxslər müayinəyə 45 yaşından da tez başlamalıdırlar. Qeyri-sağlam qidalananlar, yəni lifli qidalardan, meyvə, tərəvəzdən az istifadə edənlər, qırmızı ət və işlənmiş ət məhsullarından çox istifadə edənlər, oturaq həyat tərzi keçirənlər, artıq çəkisi olanlar, siqaret və spirtli içkilərdən istifadə edənlər risk qrupu altında olanlardır. Bəs burada qırmızı həyəcan siqnalı hansılardır? Yəni, hansı simptomlar olarsa 45 yaşı gözləmədən həkimə getmək lazımdır. Bunlar nəcisdə aşkar qan və ya nəcis rənginin qətran kimi qapqara olması, defekasiya, yəni tualet vərdişlərinin səbəbsiz yerə dəyişməsi, ishal və ya qəbizlik yaranması, qarında mütəmadi təkrarlanan sancı, qaz və ya doluluq hissinin olması, pəhriz saxlamadan qəfil çəki itkisi və keçməyən xroniki halsızlıq şikayəti olanlar mütləq həkimə müraciət etməlidirlər. Müasir tibbdə kolonoskopiya müayinəsi tamamilə ağrısız, sedasiya altında, yəni xəstəyə tibbi yuxu verilir, sedasiya altında heç bir ağrı, diskomfort və psixoloji gərginlik hiss etmir. Oyananda isə artıq bağırsaqları tam yoxlanılmış və təmizlənmiş olur. Unutmayın, yoğun bağırsaq xərçəngindən qorunmaq, onunla mübarizə aparmaqdan qat-qat asandır. Kolonoskopiyanı təxirə salmayın, həyatınızı riskə atmayın.